Leyla Əliyeva fevralın 5-də Louvre Əbu Dabi Muzeyini və İbrahim ailə evini ziyarət edib. APA xəbər verir ki, əvvəlcə Leyla Əliyeva Louvre Əbu Dabi Muzeyində olub. Parisdəki məşhur Louvre Muzeyinin ilk xarici filialı olan Louvre Əbu Dabi Saadiyyət adasında yerləşir. Fransız memar Jean Nouvel tərəfindən layihələndirilən muzey 2017-ci ilin noyabrında ziyarətçilərə açılıb. Muzeyin daimi fonunda müxtəlif dövrləri və sivilizasiyaları əks etdirən çox sayda sənət əsəri nümayiş etdirilir. Bundan əlavə, tərəfdaş muzeylər tərəfindən təqdim olunan əsərlər də ekspozisiyada yer alır. Sonra Leyla Əliyeva İbrahim ailə evi ilə tanış olub. 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İbrahimin ailə evinin yaradıldığını elan edib. Bu unikal kompleks Əhməd Əl-Tayyib məscidini, Müqəddəs Fransiski kilsəsini və Musa bin Maymun sinaqoqunu eyni məkanda birləşdirir. Dini ibadətgahlarla yanaşı, burada ziyarətçilərin müxtəlif dinlərlə daha yaxından tanış ola biləcəkləri təhsil mərkəzləri də fəaliyyət göstərir.